Salam, hər vaxtınız xeyir olsun. Dərs 4. Bu günləri atın gedişi haqqında və ətraflı məlumat verəcəm. Deməli, hər e, deməli tərəfin iki atı olur. İstər ağların, istər qaraların. Soruşan olsa ki, məsəl üçün şahmat taxtasında neçə at fiquru var? 4 at fiquru var. Yəni 2 ağlarda, 2 qaralarda. Amma soruşan olsa ki, şahmat taxtasında neçə heyvan fiquru var? Bu artıq 8-dir. Həm qaralarda 2 fil, 2 at, həm də ağlarda 2 fil, 2 at. Və ata gəlincə B1 və J1 xanasına yerləşən at və qaralarda isə B8 və J8 xanasında yerləşən at fiqurları vardır. At elvari hərəkət edir və 2 xana gedəndən sonra dönür. Əgər diqqətlə fikir verirsək, bir ağ xanada at var, bir də qara xanada at var. Atın növbəti gedişi isə ağlara düşəcək. Qara xanadan çıxan atın növbəti gedişi ağ xanaya düşür və ağ xanada olan atın növbəti gedişi isə qara xanaya düşür. Və yeganə fiqurdur ki, həm öz fiqurlarının üzərindən, həm də rəqib oyunçularının, yəni fiqurlarının üzərindən tullana bilir və vura da bilir. Və gəldiyi istiqamətdə də 2 xana gəlib qayıda bilir. Həmçinin də 2 xana gedir, dönür. Bu şəkildə gəlir, dönür. Yəni fiqurların içində, şahmat taxtasının fiqurlarının içində ən çətin gedişi olan fiqurlardır. Yəni bunu şahmata yeni başlayan yəni şahmat həvəskarları bu atın gedişində çətinliklər çəkir ki, at 2 xana gedib dönən fiqur, amma diqqətlə baxsaq, yəni öyrənmək olar. At 2 xana gəlir və dönür. Və şahmat oyununda oyunun əvvəlində 2 gediş edə bilən fiqur, daha doğrusu üzr istəyirəm, gedişi olan fiqurlar bir piyada fiqurudur, bir də at fiqurudur ki, at da başqa fiqurların üstündən tullanıb, yəni gediş edə bilir.